Bəzən bir hekayəni danışmaq üçün uzun cümlələrə ehtiyac olmur. Çünki bir neçə kadr, bir neçə xətt kifayət eləyir. Komiks məhz belə yaranır. Təsvir və mətnin birləşdiyi, hadisələrin ardıcıl şəkillərlə izah olunduğu vizual hekayə janrı komiksdir. Onun kökləri qəzet səhifələrinə dayansa da, bugün komiks artıq təkcə əyləncə deyil. O həm sənət forması, həm də güclü ifadə vasitəsidir. Super qəhrəman hekayələri ilə tanınan Amerika komikslərindən tutmuş, Yaponiyanın geniş oxucu auditoriyasına sahib manga janrına qədər bu sahə müxtəlif üslub və yanaşmalarla inkişaf edib. Son illərdə isə komiks xüsusilə gənclər arasında yenidən populyarlaşaraq həm rəssamlar, həm də hekayə danışmaq istəyənlər üçün yeni bir dilə çevrilir. Bu dəfə diqqətimizi məhz bu vizual hekayə janrına yönəldirik. Komiksin dili, onun quruluşu və ifadə imkanlarını daha yaxından araşdırmaq üçün Əzim Əzimzadə adına rəssamlıq kollecinə yollanırıq. Niyə məhz komiks? Bilirsiniz, bəziləri belə düşünür ki, komiks sadəcə uşaq əyləncəsidir. Mən belə düşünmürəm, o səhvə yol verməkdir. Mənə görə, zənnimcə, komiks ən vacib, ən belə dinamik sənət növlərindən biridir. Yəni o üç böyük sənətin, deməli, rəssamlığın, kinonun, bir də ədəbiyyatın tam ortasına dayanır. Və orada sən nəinki nəyəsə çəkirsən, yəni əllə çəkirsən və eyni zamanda müəyyən bir hekayə danışırsan. Və bu hekayənin, deməli, mütləq şəkildə əvvəli, ortası və sonu olmalıdır. Burada gənc rəssamlar öz işlərində komiks janrının imkanlarını yoxlayırlar, öz hekayələrini qururlar və bu hekayənin rəssamı olan Aydan xanım, istəyirəm öz əsəriniz haqqında məlumat verəsiniz. Burada bizim müəllimimizin birinci kursda bizə verdiyi komiks əsəri var. Deməli ki, pişik görürük, hardakı mətbəxdə az-az dolanır, o soyuducuya yaxınlaşır, yeməyə görür, həvəslənir, gözləri böyüyür. Sonra təsvir eləyir ağlındakı necə yeyəcək, açır, yeməyə götürür və yeyir. Sonra burada rahatlayır. Burada da qab təsviri görürük. Yeyib qutarıbdır, ancaq sümüklə qabdır. Gənclərin hər bir işində fərqli yanaşma hiss olunur. Kimisi real həyatdan ilham alır, kimisi isə tamamilə xəyali dünyalar yaradır. Hüseyn bəy, sizin çox maraqlı komiks ideyanız, maraqlı qəhrəmanınız var. Mənə maraqlıdır, nəyə görə sırf Babək obrazını seçmisiniz? Ümumiyyətlə, biz bilirik ki, 2020-ci ildə Azərbaycan Müzəffər Ordusu düşmənə tam şəkildə qalib gəlmişdi və bunu da bilirik ki, əsgərlərimizin həm şücaəti, həm ruh yüksəkliyinə əlavə motivləndiyi bir həm xalq, həm milli qəhrəmanları olmuşdu. Onlardan da biri də Babəkdir. Babək ümumiyyətlə uzun illər ərəblərlə döyüşüb və mən də bunu düşündüm ki, torpaq olaraq, vətən olaraq eyni vətəndir, sadəcə olaraq düşmən dəyişir və yaxud personaj dəyişir. Onun üstündən də irəliləməyi düşünürəm ki, Babəyin öz dövründən bizim dövrə qarşı keçidini komiksə əsaslandırım. Hansı fərqlər olacaq həmin keçiddə? Babəkin indiki dövrdə, müasir dövrə uyğunlaşması prosesi, məsələn, necə əks etdirəcəksiniz bunu? Belə deyək də, Babək bizim dövrümüzə keçid eləyir, bir yolla keçid eləyir. Orada təbii ki, bir fantastika da var. Keçid eləyərkən artıq gözünü açır ki, Qarabağda əsgərlərin içərisində, müasir texnologiyanın içərisindədir, müasir silahlar, qılınc yox, qalxan yox, bunların içərisindədir. Düzdür, hər kəs Babək kimi təşvişə düşür, həmçinin Babəyin özü də. Orada tanışlıq olur əsgərlərlə, amma Babək özünü bildirmir ki, mən Babəkəm. Çünki həmin vaxt heç Babəyin özü də bilməzdi ki, bu zamana gəlsə bu qədər tanınmış olacaq. Söhbətlər eləyir, əsgərlərə müəyyən motivasiyalar verir və göstərir ki, vətən eyni vətəndir, sadəcə olaraq düşmən fərqlidir, personaj fərqlidir və ondan sonra Babək artıq oradan ayrılandan sonra əsgərlərdən biri başa düşür ki, bu gedən və bizə motivasiya verən adam Babək imiş. Nur, sənin komiks qəhrəmanın ya da qəhrəmanların kimlərdir? Biz onlar haqqında nə deyə bilərsən? Məsələn, sizə bir neçə ay əvvəl işlədiyim hekayənin əsas qəhrəmanı haqqında danışa bilərəm. Məsələn, bu Neodur. 16 yaşı var, alim olmaq istəyir, insan beynini öyrənmək istəyir. Bəs digər qəhrəmanların? Digər qəhrəmanlarım da Neonun hekayəsində vacib rol oynayan insanlar, qəhrəmanlardır ki, süjetdə öz rolları olacaq. Bəs hazırda nə üstündə işləyirsən?
Hazırda mən uşaq vaxtı çəkdiyim, uşaq xəyalımdan doğulan bir hekayənin, yarım qalmış hekayənin davamı haqqında fikirləşirəm. Müxtəlif ideyaların götür-qoyunu eləyirəm və qəhrəmanların necə görünəcəyini qərarlaşdırmağa çalışıram. Öyrəndik ki, komiks sadəcə rəsmlər ardıcıllığı kimi görünə bilər, amma o əslində düşüncənin vizual formaya çevrilməsidir.